Ermənistanda pasportlarla bağlı şok bir detalı diqqətinizə çatdıracaq 20 may tarixi. Məlumatımız isə belədir. Ermənistan pasportunda Ağrı dağı simvolu ləğv edildi. Bəli, qeyd edək ki, Ermənistan Türkiyə ilə normallaşan münasibətlər fonunda diqqət çəkən bir qərar qəbul edib. Belə ki, ölkə sərhəd keçid məntəqələrində pasportlara vurulan rəsmi giriş-çıxış möhürlərindən Türkiyə ərazisində yerləşən Ağrı dağının təsviri çıxarılıb. Qərarın Ermənistan rəhbərliyinin real Ermənistan doktrinası çərçivəsində atılan addımlardan biri olduğu bildirilir və bu yanaşmanın beynəlxalq səviyyədə tanınan sənədləri əsas götürdüyü və Türkiyə ilə normallaşma prosesinə zərər verə biləcək simvolik mesajlardan uzaq durmağı hədəflədiyini vurğulayır. Qeyd eləyək ki, biz bu məlumatı məhz Baku Post Aza istinadən diqqətinizə çatdırdıq. Qeyd eləyək ki, son zamanlarda uzun zaman sonra Türkiyə ilə Ermənistan arasında quru yollarının açılması ilə bağlı məsələlər də müzakirə olunurdu.